Ulu öndərimiz Heydər Əliyevin atasının məzarını ziyarət etməyə özümə bir sözdən borc bildim. Bildiyimiz kimi bu gördüyümüz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əliyevin atasıdır. Əliyev Əli Rza Cəfəroğlu 1884-cü ildə dünyaya gəlir və Azərbaycan Respublikasında bir çox işləri olur və illər keçir 1943-cü ildə dünyasını dəyişir. Ən əsas da bunu demək istəyirəm ki, Əli Rza müəllim Azərbaycan Respublikasına Ulu öndərimiz Heydər Əliyev kimi bir övlad yetişdirir və Ulu öndərimiz Heydər Əliyevin sayəsində Azərbaycan Respublikası ayaqda qalır. Və daha sonra isə Ulu öndərimiz Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycan Respublikasına elə bir övlad yetişdirir, möhtərəm prezidentimiz İlham Əliyev. İndi necə deyim, 2026-cı ildir. Nəinki bəzi ölkələrdə Azərbaycan Respublikası möhtərəm prezidentimiz İlham Əliyevin sayəsində dünyada tanınır və möhtərəm prezidentimiz İlham Əliyevin sayəsində Azərbaycan Respublikasının işğalda olan torpaqları azad olur. Həmçinin şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsində. Nəysə, bunu çox efirə vermək istəmirəm. Bu Ay Şirvanı... hörmətli adam, ay hörmətli izləyicilər, yadda saxlayın. Bu Əli Rza Əliyev, Heydərin atası, İlham Əliyevin babası, hamamlarda daşşaq qırxan olub. Daşşaq qırxan, özdə biri var müasir daşşaq, bununla qırxasan daşşaqlarını. Biri var ki, babası, İlhamın babası Əli Rza, stanokla şeylə qırxmayıb, ülgüzlə daşşaq qırxıb. Hamamlarda kisəçi olub, daşşaq qırxan olub. Bu müəllim haçanla olub, sənin ölünün dinini yaltaq oğraş balası. Bu niyə müəllim olub? Bunun öz peşəsi var da, daşşaq qırxan. Daşşaq qırxanla müəllim çıxmaz ay cəmaat. Əli Rza Əliyev, İlham Əliyevin babası, Heydərin atası daşşaq qırxan olub. Müəllim olmuyor, hörmətli adam olmuyor. Daşşaq ülgüclə hamamlarda vəzifəli şəxslərin daşşaqlarını qırxıb. Budur. Heydər onun oğludur. İlham belə daşşaq qırxanın nəvəsidir. Siz bizə nağıl danışmayın. Siz bizə özünüzü tanıtdırmayın. Yox, mən sənlə razı deyiləm. Niyə? Sənlə qətiyyən razı deyiləm. Vallahi də billahi də. Qoy təzdən baba çıxışı verirəm baba. Bax bu incə sözə bax incə. Bax. Ulu öndərimiz Heydər Əliyevin atasının məzarını ziyarət etməyə özümə bir sözdən borc bildim. Bildiyimiz kimi bu gördüyümüz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Dahi şəxsiyyət. Dahi şəxsiyyət bilirsən nə deməkdir? Dünyada məsələn deyim də sən, məsələn Isaac Newton var, fizik, dünyanın ən güclü fiziki. Məsələn Einstein gəldi, ondan da güclü fizik oldu.